2025-ci ildə blok imtahanında istifadə olunan 24-cü suala baxırıq. Bu açıq sualdır. Deməli, deyir ki, nümunədəki feillərə əsasən düzgün fikri müəyyənləşdirək. Könül bir quşdur ki, sevməz əsarət. Sevməz nədir? Feil. Sonra daim çırpınır feilimiz, istəyir hürriyyət, istəyir də feilimiz. İndi gəlin fikirləri bir-bir yoxlayaq. Bütün feillər xəbər şəklində indiki zamandadır. Baxaq, sevməz mı inkarlıqdır bilirik. Ar-ər qeyri-qəti gələcək zamandır. Bu inkarlıqda olanda r z-ya çevrilib bunu demiş. Bu nədir? Qeyri-qəti gələcək. Nə deyir? İndiki zamandadır. Bu artıq olmadı. Çırpınır indikidir, istəyir indikidir. Yəni birə görə, buna görə şərt uyğunlaşmadı. Feillərdən biri qayıdış, ikisi məlum növdədir. Sevməz məlum növdədir. Çırpınır, çırpmaqdan çırpınmaq. Ürək özü çırpınır məsələn. Bu oldu qayıdış növdə. İstəyir də məlum növdədir. Bu oldu. Bu düzgün gəldi. Yəni istəyir və sevməz məlumdur, çırpınır qayıdış növdədir. Bütün feillərin tərkibində iki şəkilçi var. Burada iki şəkilçi var, eləmi? İnkarlıq və geri-qəti gələcək. Qayıdış və indiki zaman. Amma burada ist ola bilməz axı sözün kökü. İstədir sözün kökü. Y-da bitişdiricidir. Yəni y ayrı şəkilçi sayılmır. Bir dənə zaman şəkilçisi var. İki şəkilçi var. Fikri artıq yanlış oldu. Feillərdən heç birinin kökü amonim deyil. Sev, çırp, istə. Heç birisi amonim deyil. Düz deyir. Bunu götürəcəm. Məlum növdə olan feillərdən biri, bax bu getdi. Bu qayıdış edimi? Gəlin buna baxaq. Biri sadə, digəri düzəltmədir. Sev sözün kökü m-dır, əzdir, bu da qrammatik şəkilçilərdir, bu sadədir. Sonra istəmək də sözün köküdür, ir də zamandır, bu da sadədir. Bu nədir? Biri sadə, digəri düzəltmə. Düzəltmə olan yoxdur. Ona görə getdi. Feillərdən biri inkardadır, sevməz, ikisi təsdiqdədir, çırpınır və istəyir. Bu da doğru fikirdir. Cavabı nə oldu? 2, 4. Vəssalam. Bunlar ikisi.